İkinci fəsil. Hər şey belə başladı. Deyəsən bir neçə nəsildir ki, Qalibin ailəsini bədbəxtlik izləyirdi. Atası Elman 1-ci Qarabağ müharibəsi zamanı bütün ailəsini itirmişdi. Elmanın babası və nənəsi Xocalı qətliamında şəhid olmuş. Elmanın özü, böyük qardaşı və atası birlikdə doğma Ağdan şəhərini işğalçılardan qorumaq üçün orada qalmışdılar. Elmanın anası bu faciəli hadisələrdən 5 il əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişdi. Atışmaların birində Elman yaralanır və müalicə üçün Bakıya göndərilir. Məhz orada o, Qalibin anası, tibb bacısı Sara ilə tanış oldu. Sara onu sözün əsl mənasında həyata qaytaran gözəl və fədakar bir qız idi. Elman tez-tez zarafat edirdi. Yaxşı, indi belə çıxır ki, sənə canımı borcluyam. Məni ömürlük ərin olaraq qəbul etməyə hazırsan? Sara cavabında ancaq utanaraq gülümsədi. Amma bir həftə sonra bədxəbər gəldi. Ağdamda bir çox şəhərlər kimi təslim oldu. Elmanın atası və qardaşı şəhid oldular. Bir anda yetim qaldı, evsiz, ailəsiz. Zərifliyi, mülayimliyi və anlayışı ilə onu sözün həqiqi mənasında həm fiziki, həm də mənəvi cəhətdən ayağa qaldıran Sara olmasaydı, onun bütün bunlara necə tab gətirəcəyi məlum deyildi. Gənclər bir-birlərinə aşiq oldular, amma Elman evlilikdən danışmağa cürət etmədi. Ona elə gəlirdi ki, o Saraya layiqli heç nə təklif edə bilməz. O, səmimi şəkildə öz şübhələrini paylaşdı. Tezliklə Saranın anası ona zəng vurub evinə dəvət etdi. Qulaq as cavan oğlan, mən gənc yaşlarımdan dul qalmışam və Saranı tək böyütmüşəm. Mən çoxdan bilirəm ki, bu həyatda məhz nəyə dəyər vermək lazımdır. Əgər sən doğrudan da mənim qızımı o səni sevdiyi qədər sevirsənsə, o zaman mən sizin izdivacınıza ancaq sevinərəm. Əgər istəsən, mənimlə yaşaya bilərsiniz. Sənin peşən olan mexanik peşəsi ilə asanlıqla iş tapa bilərsən. Saranın anası dürüst və səmimi şəkildə hər şeyi səhmana saldı. Elman qadının təklifini səmimi minnətdarlıq, sevinç hissi ilə qəbul etdi və gənc cütlük sadə bir toyla öz xoşbəxtliklərini rəsmiləşdirdi. Həyat öz yoluna düşdü. Elman maşın təmiri sexində iş tapdı və tezliklə orada Vaqiflə tanış oldu. Tezliklə onlar birlikdə avtomobil təmiri və satışı ilə məşğul olaraq öz bizneslərini açdılar. Bu da çox uğurla nəticələndi və onlar tərəfdaşlıqdan səvayi ailəvi dostu oldular. Hətta oğlanları da 4 ay fərqlə eyni ildə dünyaya gəldilər. Adillə Qalib uşaqlıqdan doğma qardaş kimi böyüdülər. Adilin böyük bacısı Samirə isə Qalibin də bacısı oldu. Həmişə onlara nəzarət edən, gözdən qırağa qoymayan bacı. Və onlar hər cür dəcəllik edirdilər. Adil isə həmişə ələkçinin qıl verəni olurdu. O, həmişə hər şeyi necə planlaşdırmağı bilirdi ki, bütün hilələri uğurlu olsun və məqsədinə çatsın. Adil, impulsiv və enerjili Qalibdən özünü daha tez ələ almağı bacarırdı və sakit idi. O, Qalibdən yaşda böyük olması ilə fəxr edirdi və özünü onların tandemində əsas fiqur hesab edirdi. Qalib hər şeydə ona kör-köranə güvənir və sevincliklə arxasınca gedirdi. Həm oyunlarında, həm də dəcəllik etdikdən sonra aldıqları cəzalarda. Oğlanlar demək olar ki, ayrılmırdılar. Birlikdə uşaq bağçasına, daha sonra eyni sinifə getdilər və bir-birlərinin evlərində gecələyirdilər. Təbii ki, anaları Zema və Saranın bütün ailə tədbirlərini də birlikdə planlaşdırmışdılar. Oğlanlar hətta analarını çaşdırmamaq üçün onlara Sara ana və Zema ana deyirdilər. Bəla həmişə olduğu kimi birdən gəldi. Saranın anası gözlənilmədən dünyasını dəyişdi. Qalibə dedilər ki, nənəsi indi cənnətdədir və oradan ona baxır, onun üçün sevinir. O bizimlə danışa biləcəkmi? Qalib o an soruşdu. Xeyr, deyə Sara cavab verdi. Amma bunu bil ki, hər dəfə zəng səsi gələndə bu o deməkdir ki, o sənə salamlarını göndərir və qoruyur.
Oğlan uşaq sadəlövfliyi ilə qərara gəldi ki, səmada yaşamaq, zəng səsi ilə danışmaq çox gözəldir. Və o, nənəsini ziyarət etmək istərdi. Sara cavabında sakitcə hönkürdü. Ağlama ana, mən səni hər ikimiz əvəzinə sevəcəyəm. Özüm üçün də, nənəm üçün də və 2 qat daha möhkəm qucaqlayacağam, Qalib özünü boynuna ataraq dedi. Nə qədər güclüsən, Sara qucaqlayaraq gülümsədi. Yavaş ol, məni boğarsan. Və 1 il sonra baş verən faciə Qalibdən bu nəvazişi də aldı. Səhər əvvəllər olduğu kimi Adilin evində uyandı. Valideynləri yaxınlıqdakı şəhərə dostunun toyuna getmişdilər və gec qayıtmalı idilər. Belə hallarda həmişə olduğu kimi Qalibi də Vaqiflə Zemanın himayəsində buraxırdılar. Ertəsi gün səhər hətta 7 yaşında olan Qalib nəyinsə baş verdiyini dərhal anladı. Zema anasının hönkürdüyünü, Vaqif dayının sakit səsini ölçdü. Yazıq uşaq, ona necə deyəcəyik? O, bu itkini necə qəbul edəcək? O, tək qaldı. Qadın ağladı. Tək deyil, Vaqif qətiyyətlə etiraz etdi. Biz varıq. Qalib bizim də oğlumuzdur. Qalib çarpaydan sıçrayıb onların otağına girdi. İçərdə hardasa dəhşətli bir şeyin baş verdiyini artıq başa düşmüşdü. Ana və ata hardadır? Onlar tezliklə gələcəklərmi? Ümidlə Vaqifdən soruşdu. Oğlum, qəza oldu. Çox təəssüf. Qalib artıq heç nə öğütmürdü. İsterika yaşayaraq, yalandır, anası onunla heç vaxt ayrılmayacaq deyə qışqırırdı. Onunla danışmaq, onu bir təhə sakitləşdirmək cəhdləri heç bir nəticə vermədi. Qalib heç kimi özünə yaxın buraxmırdı. Heç kim uşağın yaralı ürəyinə təsəlli olmaq üçün söz tapa bilmədi. Bütün diqqət Qalibə yönəlmişdi və heç kim kənarda durub bu ürək ağrıdan mənzərəni gözləri yaşlı seyr edən Adilə diqqət yetirmirdi. Adil imkan tapan kimi sakitcə Qalibə yaxınlaşıb onu qucaqlayaraq pıçıldadı. Mən səninləyəm, sən mənim qardaşınsan və səni heç vaxt tərk etməyəcəyəm. Biz əbədi olaraq birlikdəyik. Qalib sustu və yavaş-yavaş dönüb ətrafındakı narahat sifətlərə baxdı. Sonra gözlərini əlini bərk-bərk sıxan Adilin əlinə dikdi. O an bir şeyi anladı. Onun ətrafındakı bütün dünya lərzəyə gəlsə də, dəyişməyən qalan yeganə şey Adillə dostluğuydu. O bunları sonralar, yaşlananda anladı. Ancaq o an Adilin əli onu ümidsizlik və dərd uçurumundan yıxılmaqdan saxlayan an körü kimi idi. Yalnız illər sonra anladı ki, həmin gün heç nəyin məhv edə bilməyəcəyi möhkəm bir bağ yarandı. Metro vaqonundakı səs monoton şəkildə stansiyaları elan edirdi. Gözləri önündə keçmiş günlər canlandı. Xatirələrinin hər biri fərqli duyğularla rənglənmişdi və yalnız biri dəyişməz qalmışdı. Adil. Qalibin həyatının istər kədərli, istərsə də sevincli anları onunla bağlı idi. Və Vaqiflə Zemanın onu ata-anasını əvəzləyib, aralarında heç bir fərq qoymadan onu öz oğulları kimi böyütmələrinə baxmayaraq, Qalibin çox qısa ömrü boyunca ona istər kiçik işlərdə, istərsə də gənclik dövründə gördüyü daha ciddi işlərdə dayaq və stimul olan Adil idi. Qalib öz impulsivliyinə görə növbəti dəfə davalaşanda Adil həmişə onu ayıldıb dayandırırdı. Əlbəttə ki, ilk növbədə heç kimin onun qardaşını incitməyə cürət etməyəcəyini açıq-aşkar göstərirdi. Onun aşıb-daşan enerjisini gərəkli və ya daha sakit məcraya yönləndirə bilən yeganə adam Adil idi. Onlar birlikdə cüdo dərsinə, üzməyə, şahmat dərslərinə gedirdilər. Növbəti dəfə qəzəbləndiyi anda ona özünü idarə etməyi öyrədən Adil oldu. İndi Qalibin ürəyində boşluqdan və bu xatirələrdən başqa heç nə qalmadı. Bir də çalınan zənglərin səsi. Haqqın dünyasında olan valideynlərinin və nənəsinin onunla zəng səsi vasitəsilə ünsiyyət qurmaları ilə bağlı bu inam uşaqlıqdan bəri onu tərk etmədi. 20 yaşında bunların nağıl olduğunu çox yaxşı başa düşsə də, hər dəfə zəngə bənzəyən hər hansı bir səs eşitdikdə donub qalırdı. Monoton səs növbəti dayanacağı elan etdi.
Qalib vaqondan düşüb arxaya baxdı. Heç kimin ağlına gəlməzdi ki, qara saçları, yaşıl gözləri və üzündə qançıt olan bu hündürboy yaraşıqlı oğlan bəlkə də həyatının ən çətin anını yaşayır. Ətrafındakı hər kəs adi gündəlik işlərini görmək üçün tələsirdi və Qalib qəfildən anladı ki, cəmi bir həftə əvvəl özü də məktəbə tələsdiyi anda onlardan biri olmuşdu. Və o vaxtının nə qədər xoşbəxt olduğunu anladı. Xatırladı ki, Adillə ATM aktı qəbul olduqları üçün necə sevindilər. Birlikdə hazırlaşıb İqtisad Maliyyə Fakültəsinə daxil oldular. İmtahanları, sınaqları birlikdə asanlıqla verib il boyu təhsil aldılar. Və cəmi bir gün əvvəl onun həyatı əvvəl və sonraya bölündü. Qəza onu yenidən paramparça etdi və bütün həyatını yerlə yeksan etdi. Və özünü yenidən toparlaya biləcəyini bilmirdi. O, ürəkdən ağ çəkib, dişlərini sıxaraq sürətli addımlarla yeridi və bir neçə dəqiqədən sonra artıq hərbi komissarlığın qapısında dayanmışdı. Çağırış vərəqəsi haradadır? Masada oturan adam söhbəti uzatmadan soruşdu. Çağırış vərəqəsi yoxdur. Mən tələbəyəm, 1-ci kursu bitirmişəm. Lakin fikrimi dəyişmişəm. Mən elə indi əskərliyə getmək istəyirəm, deyə Qalib əminliklə cavab verdi. Kişi Qalibə diqqətlə baxdı. Hərbi komissarlıqda işlədiyi müddətdə heç kim hərbi çağırış məntəqəsinə bu qədər kör təbii gəlməmişdi. Görünür, oğlana nəsə olub. Oğul, valideynlərin sənin burada olduğunu bilirlərmi? Daha yumşaq bir şəkildə soruşdu. Mən yetiməm, bilən yoxdur. Qalib zabitin gözlərinin içinə dik baxaraq qətiyyətlə cavab verdi. Üstəlik mən artıq həddi büluğa çatmışam və özümlə bağlı sərbəst qərar verə bilərəm. Bəlkə bu haqda biraz daha düşünəsən. Qalibin hissiyatından hərəkət etdiyini anlayan kişi dedi. Get təhsilini bitir, sonra gəl vətənə borcunu ödə. Məni bu məntəqədə qeydiyyata salmasanız, başqa bir məntəqəyə keçib, məni aparana qədər bütün komissarlıqları dolanacağam və ya özüm sərhəddə gedəcəyəm. Yaxşısı budur ki, məsələni yerində xətm edək. Məni burada və indi qəbul edin. Qalib sərt səslə dedi və sakitcə əlavə etdi. Sizdən rica edirəm, mən əskər getməliyəm.